Salam dostlar, Ayvazoğlu TV efirdədir. Sizinlə mən Şahəddin Elxan Mailoğlu. Necəsiz, nə var, nə yox? İşlər necədir, həftə sonu necə keçdi, necə istirahət elədiniz? Təbii məsələdir, bilirik ki, hamımızın həftə sonu istirahətimiz bir-birinə oxşuyur. Təbii məsələdir ki, yəni elində, obasında, xalqında xoşbəxtlik görməyən bir insan necə yaxşı istirahət edib, yaxşı gün keçirə bilər? Təbii məsələdir ki, heç vaxt. Və bugün məlumunuz olduğu kimi biz bugün istedadlı Dəladuz Orxan Fikrətoğlu ilə danışacağıq dostlar. Düzünü deyim ki, əgər mənə qalsa mən şəxsən yəni heç vaxt Orxandan danışmaram. Yəni ona görə ki, bizim Orxanla biz bir yerdə işləmişik 90-cı illərdə. Və sonra da elə olub ki, gedib bayınısə biz də həmən o studiyadan paylaşmışıq başqa yerlərə və təbii məsələdir. Mənim, yəni bizim bir-birimizdən, yəni biz xasiyyətcə, yəni mövqe nöqteyi nəzərdən ayrı-ayrı pozisiyalarda durduğumuza görə təbii məsələdir ki, mən elə düşünürəm, mənim ondan xoşum gəlmirdi. Yəqin ki, onun da məndən xoşu gəlmirdi. Ona görə ki, biz hələ 90-cı ildə o Bakı studiyası yeni açılanda orada qabaqlaşdıq. Orxan onda Moskvanı təzə qutarıb gəlmişdi, deyəsən. Və biz Ramiz Rövşənin qardaşı ilə Yaşar adında onun bir kiçik qardaşı var, Orxan yaşında. Bunlar Moskvanı oxuyub gəlmişdilər, özlərini çox böyük aparırdılar və təbii məsələdir ki, bu nöqteyi nəzərdən bizim söhbətimiz alınmırdı da və əgər bizim o vaxt bir yerdə işlədiyimiz, haradasa 5-6 ay, 1 il oldu, nə qədər oldu belə və orada bizim söhbətimizi əgər Anarın dili ilə desək, Ağlimandakı o deyir ki, əgər bizim sözümüzü qonaqlardan bir yerə yıxsanız 20 metr olmaz. Bizdə heç 10 metr olmaz. Yəni o nöqteyi nəzərdən və illər keçdi, elə oldu ki, düzün deyim ki, yəni bizim bu, mənim, yəni bu 2010-da mən ASTV-də işdən çıxandan sonra məsələ burasındadır ki, ona kimi mən təsəvvür edeyim, bilmirdim ki, yəni bəs belə bir şey var ki, yəni ASTV-dən çıxanları heç yerə işə götürmürlər. Yəni az qala dövlət səviyyəsində belə bir məsələ var idi ki, bəs yəni ASTV-dən çıxıb deməli bunun dövlətlə, İlham Əliyevdən və onun bandasından problemi var. Onun da təbii məsələdir ki, sadəcə olaraq bir gədi ilə söhbətimiz düz gəlmədi, yəni təzə müdir qoymuşdular onu və onunla da elə mən ərzəmi yazdım, çıxdım və düzünü deyim ki, yəni şey də ondan sonra başladı. Ona görə ki, mən yəni heç kimə pislik eləməmişdim filan, yəni o nöqteyi nəzərdən və bizim yəni əlaqədə olduğum demək olar ki, təsəvvür edeyim, mən 7 il yəni işsiz qaldım və 7 ildən sonra ölkəni tərk etmək məcburiyyətində qaldım. Mən bu barədə sizinlə danışmışam. 7 il işsiz qalmaq sadəcə dəhşət idi və mən onda yəni sadəcə tanıdığım adamlara falanlara getdim və gördüm hər yerdə qapılar bağlıdır və hamı gizlənir. Və dostlardan biri də mənə dedi ki, bəs onda deyəsən Orxan, bilmirəm nədir ya, haradasa işləyirdi və deyəsən ATV-də də hansısa kanalda verilişi var idi. Yəni əli böyüklərinə düzün deyim ki, yəni o şeydən 90-cı illərdən sonra yəni Orxanın aynəsi getdi və ondan sonra bunun o deyək ki, o qurf verilişindəki o 5 dəqiqəlik çıxışı göydən o şarla yerə xəbər vermək filan zat tez bir zamanda məşhurlaşdı və ondan sonra və Orxan başladı haqqını istəməyə. Azərbaycan turbasından, axan neftdən, filandan, zaddan, hələ Aynes kanalını mənim çox yaxşı yadımdadır. Orada hətta özünün və ailəsi ilə bir otaqlı evdə qalmasından, filanından danışır, meydan oxuyurdu. İlham Əliyevə ki, mənim haqqımı ver və axırda da aldı. Düzün deyim, mənə ləzzət edirdi. Məsələn, Orxanın belə deyək ki, belə yəni bunların meydan oxumaq və öz haqqını bu necə deyərlər, basıb gözlərini çıxarda alması, yəni bunu susturmaq üçün sadəcə olaraq ev filan neysə bu söhbətlər və mən sadəcə olaraq yəni onu izləmirdim. Hətta bir dəfə də televiziyada məsələn
bilmirəm kanalların hansındaydı. Gördüm ki, bəs bu film çəkir. Müsahibə verir ki, onsuz da mənim yazdığım senariləri rejissorlar xarab eləyirlər falan. Elə ondan sonra elə özüm xarab eləyərəm falan. Yəni belə, yəni təsəvvür edin ki, yəni artıq gör necə bir yer qazanmışdı ki, yəni artıq bunun necə bir səlahiyyəti var idi ki, yəni hətta belə də danışa bilirdi və düzünü deyim ki, bu mənə biraz da yəni ləzzət edirdi. Ona görə ki, yəni İlham Əliyev onun hakimiyyətinin qənimi kimi baxır. Və o nöqteyi nəzərdən, amma təbii məsələdir, yəni bizim bundan həmin o bunda bir xəstəlik də var idi, onu deyim sizə. Mən ən çox onu yəni biləndən sonra, yəni o söhbətlərdə falanlar təbii məsələdir ki, bir gördüm oturdu o redaksiyada Bakı studiyası, orada Xəzər studiyasında yer vermişdilər, 3-4 otaqdan ibarət və orada yığışır təbii məsələdir hamı və orada Bakılı falan və yaxud da deyək ki, Şirvanlı söhbəti gedirdi. Ən çox da bu Orxan onunla, yəni biraz da əyalətdən gələn adamlara yuxarıdan aşağı baxmaq meyli var idi bunda və o nöqteyi nəzərdən mən təbii məsələdir ki, buna fikir vermirdim. Allah rəhmət eləsin, bizdə bir Nazim Abbasov var idi, çox gözəl və böyük rejissor idi. O da bizim o studiyanın bədii rəhbəri idi. Hələ o vaxtı sonra Baba Vəziroğlu, yəni Məmməd Muradın vaxtı idi. İllər keçdi və birdən bu 3-4 gün bundan əvvəl, yəni cümə günü deyəsən mənə bir video göndərdilər Orxanla bağlı. Düzünü deyim ki, onu baxanda təmiz dilxor oldum. Yəni baxdım ki, bunun öhdəliyi böyüyür. Mən hətta onu da qeyd edeyim ki, mən heç onu da tanımırdım. Məsələn, deyək ki, bu Orxan Fikrət Sadıqınoğlu oldu. İnanın, yəni o hardasa bir ilə yaxın deyək, bir ildən də biraz az olardı. Yəni bir yerdə çalışdıq, amma mən bilmədim bunu. Məsələn, deyək Yaşarı bilirdim ki, Ramiz Rövşənin qardaşıdır, amma bundan xəbərim olmadı. Və ondan sonra da yəni təbii məsələdir, hərimiz bir tərəfə dağıldıq və sonra bu ANS-ə getdi və mən ANS-də baxırdım, yəni onun o sonradan o Zorxanası və müxtəlif kanallarda falan, yəni və ondan sonra da deyək ki 98-ci ildə Wikipediyasına baxdım buna prezident mükafatı və ondan sonra demək olar ki Orxan Fikrətoğlu vəzifədən düşmür. Yəni təsəvvür edin, düzdür, biraz arada deyək ki bununla məzələnirlər də, yəni o Yusuf Səmədoğlu deyirdi ki süpürgəsi ol, amma pesatım olsun, yəni onların süpürgəçilərin başçısı ol. Yəni o nöqteyi nəzərdən görünür bunun ağzını yummaq üçün İlham Əliyev və onun bandası bəzən məzələnirdilər. Təsəvvür edin, bir ara eşitdim bunu, Tahir Əmiraslan onun yerinə o powerlar məsələsi var, oraya deyək ki, oraya direktor qoyublar və bu da çox rahatlıqla gedir. Sonra futbol, nə bilim, o an bu an, yəni bu da qəbul edir və gedir, dəxli yoxdur. Və özü də deyir ki, yazıçıdır. Bu yazıçıdır. İnanın, mən hətta bəzən arada bir eşitdim ki, bu Türkiyəyə gedir və fikirləşdim ki, yəni belə təbii məsələdir. Yəni bu yəni Orxan kimi istedadlı, qabiliyyətli, yəni doğrudan da Orxan Fikrətoğlu'nun istedadı danılmazdı. Yəni bunu heç kim dana bilməz. Xüsusilə də əgər özü deyirsə yazıcı kimi. Hərgah mən onun düzünü deyim ki, yəni bu şeydən heç əlimə də keçməyib, rastıma da çıxmayıb, heç oxumamışam da. Düzdür, bir-iki dənə deyək ki, o Ümid, sonra o filmlər hansı ki çəkilib, yəni onda bu həmin o yeki danışanda bir dedim, bir baxım görüm, bəlkə doğrudan da bu şedevr eləyir. Axı biz bilirik ki, Azərbaycan filmlərinin şedevrlərini bütün Azərbaycan xalqı əzbər bilir. Və mən elə bir şeyə rast gəlmədiyim üçün o nöqteyi nəzərdən baxdım. Yəni film kimi film, yəni normal o Gülbəniz Əzimzadənin bir dənə çəkdi, deyəsə o çəkib onu. Allah rəhmət eləsin Gülbənizə də. Yəni o nöqteyi nəzərdən yəni danışdığına görə belə deməli bu İnanın, mən çox bir yerdə rastıma gəlib, yəni bu deməli belə sahil şeyi harda bir balaca deyək ki, güya ki uğursuzluq olur, bunu həmən aparırlar oraya, oranı qaldırır. Yəni bu Azərbaycan xalqının dərdinlə falanla, yəni özünü belə təqdim edir.
Və mən sonradan biləndə ki, bu Fikrət Sadıqın oğludur. İnanın mənə, mən Fikrət Sadığı bir şair kimi, yəni deyək ki, bir insan kimi, yəni onun haqqında eşitdiklərimlə bağlı çox, yəni sevirdim Fikrət Sadığı, Orxanın atasını və onun üç cür olur zurna çalan, biri elə zurna çalır, biri belə zurna çalır, biri də elə-belə zurna çalır və yaxud da onun Allah rəhmət eləsin, dostları ilə dediyi ki, bəs qışqırmaq istəyirəm, belə bir şeyi də var. Onun deyək ki, bu Orxan prezident mükafatı, nə bilim deyək ki, əməkdar incəsənət xadimi filan zat bunları alıb, amma Fikrət Sadığa əməkdar mədəniyyət işçisi veriblər. Təsəvvür edin, məsələn deyək ki, o heç vaxt, yəni özünü gözə soxmuyub. İndi Orxan bəy bəzən təqdim edir ki, bunun atasına qarşı diqqətsizlik olub filan. Yox, sadəcə olaraq Fikrət Sadıq onları tanıdığı üçün, yəni heç kimin qapısını döyməyib filan. Bunlar da görünür, utandığı üçün indi ana kimi dələduzlar deyiblər, buna da bir mədəniyyət işçisi. Baxın, özləri əməkdar incəsənət xadimi. Mən bir dəfə bir alim var idi, onun haqqında bir film çəkdim və orada bunun tələbələrinə əməkdar elm xadimi, buna da veriblər əməkdar müəllim. Təsəvvür edin. Müəllim, əməkdar müəllimdir, universitetdə dərs deyib həmən adamlara. O adamlar da dələduz da haqlarını almağı bacarır, Orxan Fikrət oğlu kimi və əslində elə bu hakimiyyətdən düz də eləyir sadəcə olaraq. Amma deyək ki, dünənki yəni Surağa gün mənə o göndərilən oraya baxandan sonra və artıq anladım ki, bunun deyək ki, buna olan o yəni verilən mükafatların filanın cavabını qaytarmaq lazımdır. Axı biz gözəl bilirik ki, Azərbaycan hökuməti Heydər Əliyev də, bugün İlham Əliyev də nə heç kimə talantına, qabiliyyətinə, istedadına görə nə ad vermir, nə də deyək ki, mükafat vermir. Onlara o şeyi ona görə verir ki, Azərbaycan deyək ki, bugünkü faşiyə hakimiyyətinə qulluq elədikləri üçün. Yəni bu qədər bəsit və bunu biz hamımız gözəl bilirik. Hətta bilirik ki, Azərbaycanda məsələn deyək, bu xalq artistləri, əməkdar artistləri, hətta qiymətlərinə kimi bilinir ki, neçəyə satırlar onu. Yəni Fatma Abdullazadə də o vaxt xüsusilə bu işdən məşğul oldu və bütün Azərbaycan bilirdi. Və indi də bugün deyək ki, həmin o prezident mükafatının necə verildiyindən də xəbərimiz var. Yəni o nöqteyi nəzərdən təbii məsələdir ki, bunun Orxana dəxli yoxdur. Ona görə ki, o talantlıdır. Yəni İlham Əliyevdən haqqını almağı bacarır. Amma sadəcə olaraq birdən-birə onun məhz rüşvəti sənədləşdirməsi, dostlar, sadəcə olaraq məni dəhşətə gətirdi ki, yəni artıq, yəni görün, baxın, görün, bu adam nə, hansı dərəcədə, yəni öz samalübi deyirlər, nə, onu itirib ki, və belə bir söz deyir. Yəni bu aldığı rüşvəti, mən ona görə deyirəm, yəni rüşvət, inanmıram ki, Orxan kimdənsə rüşvət alsın. O sadəcə olaraq korrupsiya ilə məşğul ola bilər. Məsələn, deyək ki, işlədiyi vəzifədə olduğu istənilən şeydə orada bölünən pulları filanları zadı mənimsəyə bilər, başqa şeylərə yazıb oğurlaya bilər. Yəni bu qədər bəsit və gündüz axşama kimi də, yəni bütün bir-iki dənə müsahibəsinə baxdım və deyir ki, pulsuzluq da bir kişilik deyil. Və mənim də pulum yoxdur. İndi yəqin o İlham Əliyevə və Mehriban Əliyevə eşitdirir ki, yəni indi yəqin ona obyektdən zaddan da verərlər və necə ki, o qara turbadan, neft turbasından danışırdı ki, yəni mən də öz haqqımı istəyirəm, bir otaqlı evdə yaşayıram və onu alandan sonra və mən indi sizə Orxan Fikrət oğlunun, həmin o Fikrət kişinin haqqında bir onun insan kimi, necə insan olması haqqında və bir şeirini bizim sevimli, deyək ki, Siracəddin Hacının dilindən eşidək, dostlar. Ondan sonra söhbətimizi davam elətdirərik. Yəni, baxın görün, Fikrət Sadıq necə adam olub. Sevgili tamaşaçılar, sizə bugün Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, mərhum, rəhmətlik, şəxsən tanıdığım və çox sevdiyim Fikrət Sadıqın gözəl bir şeirini oxumaq istəyirəm.
Fikrət Sadıq inanılmaz bir insan idi. Ağayana, səmimi, təbii, dostsevər, mehriban, insancıl. Dünyanın hiçbir şeyinde gözü olmayan bir şeydi. Şeirləri də belədir, təmənnasızdır. Çox rahatdır. Sanki insanla söhbət edir. Bir bulaq suyu kimi axıb gedir. Və mənə görə bu gəraylısı ki, sizə oxuyacağım Fikrət Sadıqın Azərbaycan ədəbiyyatında yaratdığı şedevrlərdən biridir. Çox sevirəm bu şeiri. Və uca Allahın əmirlərindən biri də budur ki, ey insanlar, ey müsəlmanlar, ey özünə insan deyənlər, gözəllikləri paylaşın. Mən də istəyirəm ki, Fikrət Sadıqın dünyasından görünən Allahın bu ayələrini, bu gözəlliklərini, bu həyatın içində yatan mənaları nə qədər böyük bir ustalıqla qələmə alıb onu sizə çatdırım. Döyüşdə ölmədim deyəm, bayrağı örtün üstümə. Üstündə son misram donmuş, varağı örtün üstümə. Dön bax illərə, aylara, nəyim varsa para. Qara günüm çoxdur, qara torpağı örtün üstümə. Ümidim yaralı bir quş, qolum qanadım qırılmış, üşüyürəm, xəzəl olmuş, yarpağı örtün üstümə. Günəşə baxdım bu səhər, bir teli mənə bəs edər, buluddan süzülən o zər saçağı örtün üstümə. Göylər niyə zalim olsun, tale mənə zamin olsun, bir dərə məzarım olsun, bir dağı örtün üstümə. Axırıncı bəndə bir də oxuyuram, əziz dinləyicilər. Göylər niyə zalim olsun, tale mənə zamin olsun, bir dərə məzarım olsun, bir dağı örtün üstümə. Yüce Allah sənə rəhmət etsin. Fikrət Sadıq, Allah səndən razı olsun və günahlarını bağışlasın. Esselamu aleykum. Biz də ona rəhmət eləyək deməli. Halik Əliyev yazır, Allah rəhmət eləsin, ruhu şad olsun, məkanı cənnət olsun. Amin, amin Allah'ım. Amin biz də deyirik. Sıraz Rüstəmov yazır, salam. Pərviz Slavyanka yazır, Allah rəhmət eləsin. Və mən dostlar, yəni bu bizim Fikrət Sadıqdır. Yenə deyirəm, yəni Fikrət müəllimin yəni bu dərəcədə, yəni bu həyata, insanlara, yəni biraz da o Stalin dövrü 30-cu illərdə doğulub Fikrət Sadıq. Yəni həmin o Stalin öləndə bunun 23 yaşı var idi. Təsəvvür edeyim o şərəfsizlikləri, ləyaqətsizlikləri gördüyü üçün biraz da sakit olub. Yəni ki, yəni dünya etibar eləməyib dostlara, yoldaşlara, qardaşlara sığınıb hər zaman. Yəni o nöqteyi nəzərdən. Bugün indi bunun oğlu Orxan Fikrətoğlu dostlar. Təsəvvür edin. Mən onu tanıyanda belə idi, əziz qardaşlar. Və bu gün mənə göndərilən o lentdə, baxın, o lentdə bunu gördüm. Baxın, sifətdəki dəyişiklik və sifətdəki nifrət. İnanın mənə, mən bu Orxanın sifətində, o Fazil Qəzənfəroğlunun o insanlara olan nifrətini gördüm və o bunda da yaranıb. Bilirsiniz niyə? Ona görə ki, artıq maska cırıldığı üçün və insanlar bunu tanıdığı üçün bu, yəni o nifrətdən doğan, baxın Orxan Fikrətoğlu, sənə rüşvət təklif olunsa 15 dəfə çox alarsan. Mən onu işləndə dəhşətə gəldim, yəni bu nə deməkdir və bununla Orxan nə demək istəyir? Yəni İlham Əliyevin aldığı rüşvətə, korrupsiya, Azərbaycanı taradığı şeylərə haqq mı qazandırır? Və yaxud da kasıb adamda ədalət ola bilməz. Yəni sadəcə olaraq inanın, mən o qədər yəni təəccüb elədim ki bu şeyə və təəssüfləndim ki, yəni Orxan Fikrətoğlu bu dərəcədə şərəfsiz bir çıxış edib. Və mən hətta bunun fikirləşdim ki, bəlkə bunu kontekstdən çıxartmaq üçün yəni başqa şeydən kəsif nəsə bir şey deyirlər, ona da baxdım. Yox, yəni bu nifrətlə söylənmiş bu şeyi mən anlaya bilmədim sadəcə olaraq. Yəni o nöqteyi nəzərdən gəlin baxaq. Məsələn, tutaq ki, ədalət. Kasıbın nə ədalət olacaq? Ədalət varlığa aid bir termin. Yəni sən ədalətli olmaq üçün sənin gərək imkanın olsun da. Yəni deyir ki, filan kəs rüşvətxordur, rüşvət. Sənə rüşvət təklif olunsa 15 dəfə çox alarsan. Yəni sənə təklif olunmayıb deyəsən, deyirsən ki, mən rüşvət bəli. Yəni o çox boş. Onda belə çıxır ki, yəni
Bunu təklif edirlər, bu alır. Belə mi çıxır? Və yaxud da İlham Əliyevin dediyi həmən o ki, yəni bugün Azərbaycanda apardığı siyasət və hər şeydən, hətta insanın adicə balaca bir ev tikdirmək və hətta Qarabağda, baxın, evindən didərgin olmuş insanın geri qayıtması üçün İlham Əliyev ondan rüşvət istəyir ki, evin pulunu verəcəksən. Və hər evə ən aşağısı 5.000, 8.000 pul istəyirlər deyir. Və bu, həmən Allah rəhmət eləsin, həmən o Fikrət kişinin oğlu, Orxan Fikrətoğlu və bugün təsəvvür edin, bunu, indi sən deməm, onu götürüb şeyi qoyublarmış. Mədəniyyət Nazirinin müşaviri. Mən belə başa düşdüm ki, yəqin bu daha çoxunu istəyir İlham Əliyevdən. Bəlkə artıq fikirləşir ki, bu biraz da yuxarı getməlidir. Ona görə də biraz da çox girmək lazımdır İlham Əliyev. Və yaxud da bu öz gözündən düşməmək üçün deyir bunu. İnandırmaq istəyir ki, bəs bizə təklif edən olsa, biz ondan da 15 qat, 15 dəfə çox alarıq. Mən ona görə yazmışam ki, orada bəs ona görə də Orxan Fikrətoğlu 10 dəfə çox alır. Bilmirəm, mən məsələn deyək ki, bu Orxanın talantının, qabiliyyətinin, istedadının, sadəcə olaraq biraz da özündən müştəbehliyinin və sadəcə olaraq dostlar, siz Dəladuz Vaqif Mustafayevin yəqin ki, Yaramaz filminə baxmışsınız. Məsələn, Vaqif orada Vaqifə yaramaz deyirlər kino studiyada. Yəni, həm o filmin uğurluğuna görə, həm də Vaqifin özü məhz yaramaza o cür çevrildiyinə görə və bugün təsəvvür edin. Gedin, baxın və bugün gedin Orxan Fikrətoğlu'nun sadəcə olaraq deyək ki, həmən o zorxanadan, o qurtdan üzü bəri bugünkü günə qədər danışdığı, söylədiyi söhbətlərə qulaq asın və görün insanın öz xalqına, öz millətinə qarşı necə yaramazcasına böhtan atması, onu oxumadığına görə onu kütlə adlandırması və mənim Azərbaycanda mən müqaviləmi Türkiyədə bağlamışam, mənim bütün kitablarım orada çap olunur, məni Azərbaycanda oxumurlar. Güya ki, Azərbaycanda başqa şey oxuyurlar, amma bunu oxumurlar. Yəni, insanlara böhtan atır. Yəni, biz bir-iki gün bundan öncə danışmışdıq o barədəki, yəni, arzusu bugün Azərbaycan insanının bir çörək pulu qazanmaq olan arzusu olan, yəni asılı olan, o şeydən asılı olan insanın kitab oxuması absurddur. Yəni, sadəcə olaraq bu Dəladuzlar bütün danışa bilmirlər. İlham Əliyevin ölkəni bugünə qoymasından danışa bilmirlər. Ona görə də onu biraz da başqa cür fırlayıb xalqın, millətin boynuna qoymaq istəyirlər ki, bəs bütün deyək ki, bu məsələlərdə deyək ki, təhsilin də bugünə düşməsində, deyək ki, yazıçının da, şairin də bugünə düşməsində məhz bunlar, bu kütlə günahkardır.